Salam hörmətli tələbələr və riyaziyyat həvəskarları. Mən Ülfət müəllim İşğəliyev. Bu günlərdə maraqlı bir mövzu ilə qarşınızdayım. Əyləncəli riyaziyyat 1, 2-dən sonra bu günləri sizlər üçün əyləncəli riyaziyyat 3 başlıqlı videonu çəkirəm. Əgər sizlər shorts videosuna baxandan sonra gəlmişsinizsə, izahı öyrənməyə, o halda lap əla. Yox, əgər ilk dəfə baxırsınızsa, onda mən sizlər üçün nə edeyim? Həmin o sualı yenidən səsləndirim və siz yenidən bu sualı bilməklə mövzunun izahını daha da yaxşı tanış olun. Deməli, fikrimizdə bir ədəd tutaq. Tutduqmu? Həmin bu ədədi vuraq 5-ə. Onun üzərinə gələk 6-nı. Həmin ədədin üzərinə gələk 6-nı. Bundan sonra həmin bu cəmi vuraq 4-ə. Vurdunuz, yanınıza qələm ruska ilə vurun, hatta kalkulyatorla yox. Üzərinə əlavə eləyin 9-u. Gəldiniz. Allah. Həmin bu cəmi də nə edirik? Vururuq 5-ə. Aha, ədəd almışsınız indi. Hər hansı bir ədəd almışsınız. Mən ədədi bilmirəm. Mən sizdən rica eləyəcəm ki, həmin bu ədəddən 165-i çıx. 165 çıx bu ədəddən. Aha, 165-də çıxdı. Aldığım bu rəqəmi fikrimdə birinci tutduğun ədəd var idi. Ha, birinci ədədi tutmuşdu beynində. Həmin ədədi buna böl. Aldığım bu ədədi birinci nədə tutmuşdun? Həmin ədədi ki, buna böl. Cavab səndə 100 mi elədi? Mən düşünürəm ki, 100 eləməlidir. Aha, uşaqlar, hamımızda təəccüb var ki, müəllim, bu necə elədiniz? Bunu necə tapdınız? Bunun uşaqlar hiləsi nədən ibarətdir? Siz əgər bu ardıcıllığı istənilən bir ədəddə yoxlasaq, istər fikrinizdə 5 saxlayın, istər fikrinizdə 17 saxlayın, istər 23 saxlayın, fərqi yoxdur. Fikrində saxladığın ədəddən asılı olmayaraq, həmin bu ardıcıllığı, yəni nəyi? 5-ə vur, üstünə 6 gəl, 4-ə vur, üstünə 9 gəl və sonra 5-ə vur. Alınan yekun cavabdan 165 çıx və aldığın rəqəmi, fikrinə tutduğun birinci rəqəmə böl deyə desəniz, mütləq ki, hər bir halda aldığın cavab 100 olacaq. İşin hiləsi buradaymış. Siz də artıq bunu öyrənməklə sinif yoldaşlarınızla və yaxud da qrup yoldaşlarınızla maraqlı və əyləncəli bir şəkildə riyaziyyatın nə qədər də gözəl olduğunu bir daha anlayacaqsınız. Video xoşunuza gəldisə videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Hələlik.